ən çox gözlənilən fəsli yaydır. Bəziləri üçün günəşin altında çimərlik, bəziləri üçün şəhərdən uzaqlaşmaq, bəziləri üçün isə sadəcə nəfəs almaq deməkdir. Amma bir sual həmişə açıq qalır. Hara getsəm, həm istirahət edərəm, həm də yaddaşımda qalacaq bir yay yaşaram. Bu suala milyonlarla insan hər il fərqli cavab verir. Lakin elə şəhərlər var ki, yay aylarında turist axınına məruz qalır. Təkcə gözəlliyinə görə yox, həm də yaşatdığı duyğulara görə. Gəlin bu şəhərlərin sehrinə birlikdə nəzər salaq. İlk sırada İspaniyanın Marbella şəhərini qeyd etmək lazımdır. Costa del Sol bölgəsində yerləşən Marbella, Aralıq dənizi sahilində ideal çimərlikləri, lüks kurortları və gözəl hava şəraiti ilə tanınır. Yay aylarında burada təxminən 3 milyondan çox turist dənizdən, günəş vannasından və müxtəlif su idmanlarından zövq alır. Marbella həm də golf meydançaları və elit restoranları ilə zənginləşmiş lüks turizmin mərkəzidir. Yunanistanın Mikonos adası isə dəniz turizmi üçün ən populyar istiqamətlərdəndir. Aydın suları, təmiz qumlu çimərlikləri və rəngarəng gecə həyatı ilə yay mövsümündə 2 milyona yaxın turist qəbul edir. Mikonos həmçinin ənənəvi Yunan memarlığını və qədim adətləri təbii gözəlliklə birləşdirən məkandır. Burada qaldığınız müddətdə həm dənizdən həzz ala, həm də yerli mətbəxin dadlarına baxa bilərsiniz. Türkiyənin Bodrum şəhəri dəniz turizminin ən önəmli nöqtələrindən biridir. Egey dənizi sahilində yerləşən Bodrum, təxminən 4 milyon turistin yay aylarında ziyarət etdiyi yerdir. Böyük marina, yelkənli və katamaran turları, çimərlik klubları ilə məşhur olan Bodrum həm də qədim antik Halikarnassos şəhərinin yerləşdiyi yerdir. Beləliklə, burada həm dənizin, həm də tarixən zəngin mədəni irsin dadını çıxarmaq mümkündür. Xorvatiyanın Split şəhəri Adriatik dənizi sahilində yerləşir və hər yay 3 milyona yaxın turist qəbul edir. Split həm təbii gözəllikləri, həm də Diokletian sarayı kimi UNESCO-nun dünya irs siyahısına daxil edilmiş tarixi abidələri ilə tanınır. Çimərlikləri, təmizliyi və əlverişli şəraiti ilə seçilir. Bura su idman növləri üçün geniş imkanlar təqdim edir. İtaliyanın Amalfi sahilləri, xüsusilə Positano və Sorrento kimi şəhərləri, təbii mənzərələri və dəniz turizmi ilə məşhurdur. Bu bölgəyə yayda təxminən 2 milyon turist gəlir. Dəniz kənarında yerləşən rəngarəng evlər, dar küçələr və təmiz sular turistləri cəlb edir. Amalfi sahilləri həmçinin zeytun bağları və yerli kulinariya təklifləri ilə də diqqət çəkir. Portuqaliyanın Lagos şəhəri, təbii qayalıq sahilləri, çimərlikləri və sakit dəniz suyu ilə yayda 2 milyon turisti qəbul edir. Burada turistlər həm günəş vannası qəbul edir, həm də qayalıqlarda gəzinti və su idmanları ilə məşğul ola bilirlər. Lagos həmçinin balıq restoranları ilə dəniz məhsullarının dadına baxmaq üçün ideal məkanlardan biridir. Montenegronun Budva şəhəri isə Adriatik sahilində yerləşir və son illər dəniz turizminin inkişafı ilə seçilir. Təxminən 1,5 milyon turist yay aylarında Budvada dəniz və gecə həyatı üçün toplaşır. Burada həm geniş çimərliklər, həm də qədim şəhər hissəsi mövcuddur ki, bu da turistlərə həm təbiət, həm də mədəniyyət təcrübəsi qazandırır. Fransanın Nitsa şəhəri Aralıq dənizinin ən parlaq turizm məkanlarından biridir. Yay aylarında təxminən 2,2 milyon turist Nitsa çimərliklərinin və Riviera atmosferinin dadını çıxarır. Burada incəsənət festivalları, dəniz yarışları və açıq hava tədbirləri yay turizmini daha rəngarəng edir. Son olaraq, Türkiyənin Antalya şəhərini qeyd etmək vacibdir. Antalya təxminən 7 milyon turistin yayda ziyarət etdiyi, dünyaca məşhur çimərliklərə, lüks otellərə və geniş əyləncə imkanlarına sahib bir mərkəzdir. Burada həm təbiət gözəllikləri, həm də tarixi yerlər, Kaleci kimi qədim şəhər hissəsi turistləri cəlb edir. Nəticə etibarilə, yay turizminin bu şəhərlərdə inkişafı həm iqtisadi, həm mədəni, həm də sosial baxımdan böyük əhəmiyyət kəsb edir. Turistlərin sayı yerli bizneslərin inkişafını təmin edir, yeni iş yerləri yaradır və şəhərlərin dünya xəritəsində önəmli mövqeyini möhkəmləndirir.